Gürcüstanın paytaxtı Tbilisidə ölümlə və xəsarətlə nəticələnən silahlı insident olub. Hadisə Çavçavadze prospektində gecə saatlarında baş verib. İnsident nəticəsində orta yaşlı kişi qətlə yetirilib, daha bir nəfər isə yaralanıb. Şahidlərin bildirdiyinə görə silahlı hücum kafedən çıxan 2 nəfərə qarşı törədilib. Onların sözlərinə görə naməlum şəxs və ya şəxslər avtomobildən atəş açıb. Hadisə yerində 7-8 atəş səsi eşidilib. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib. Mərhumun yaxınlarının Gürcüstanın 1-ci kanalına verdiyi məlumata görə o hadisədən öncə Vakı rayonunda tanışının yas mərasimində olub. Qətlə yetirilən şəxsin Moskva şəhərində biznesi olub. Lakin onun hər hansı işgüzar problemlərlə qarşılaşdığı barədə məlumat yoxdur. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə faktla bağlı Cinayət Məcəlləsinin 108-ci qəsdən adam öldürmə və 236-cı qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri üzrə istintaq aparılır. Hadisənin təfərrüatları araşdırılır.